ABC üçbucağının ABC təpələrindən çəkilən medianlar qarşılıqlı perpendikulär olub, uzunluqları uyğun olaraq 9 və 12 olarsa, bu üçbucağın B təpə nöqtəsindən çəkilən medianın uzunluğunu tapın. Medianların kəsişmə xassiyəsinə əsasən onlar təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölündüyü üçün, əgər məsəl üçün AM medianı 9-a bərabərdirsə, bu zaman AO 2 dəfə OM-dən çoxdur. Yəni, bura 2x, bura x desək, bu 9 bərabər olacaq 3x-ə və x də bərabərdir 3-ə. X 3-dürsə, deməli 2x də olacaq 6. Burada 3, burada 6 yazaq. Digər tərəfdən SK bərabərdir 12-dir. Və əgər biz də burada 2y və y olaraq ifadə etsək, bu zaman 12 3y-ə bərabərdir. Buradan y bərabərdir 4 alırıq. Deməli, y 4-ə bərabərdirsə, onda 2y də 8-ə bərabərdir. Yəni, AO 6, OC isə 8-ə bərabərdir. AOC düzbucaqlı üçbucaq olduğu üçün AC tərəfini tapa bilərik. AC hipotenuzdur, çünki 6 və 8 perpendikulyar olan tərəflərdir, katetlərdir. AC-nin kvadratı bərabərdir. Pifaqor teoreminə görə 6-nın kvadratı üstəgəl 8-in kvadratı. AC-nin kvadratı bərabərdir 36 üstəgəl 64 və ya məşhur Pifaqor üçlüklərdə 6, 8, 10. AC bərabərdir. AC-nin kvadratı 100-dür və buradan da AC-nin 10 olduğunu alırıq. Və düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısı qədər olduğu üçün AC 10-dursa, ON də 5-ə bərabərdir. Və yenə də medianların kəsişmə xassiyəsinə əsasən ON BO-dan 2 dəfə kiçikdir. Deməli, OB də 10-a bərabərdir. Və B-in medianının uzunluğu 10 üstə gəlinsin 5 bərabərdir 15 olar.